Bilirdiniz Dağlar Qızı Reyhan mahnısı hardan və necə yaranıb? 1918-ci ildə Reyhan adlı bir gəlinin toyu zalim daşnaqlar tərəfindən basılır və bəy öldürülür. Reyhan gizlənməyi başarır. Azərbaycanlı qoçaq gəlin dağlara çəkilib başına adam yığaraq Gəlinqayada daşnaqları basır və dağıdır. Bolşeviklərin əli ilə tutuqlanır, ancaq güllələnməyə aparanda qurtarılır. 1959-cu miladi ildə Fikrət Əmirov bu qəhrəman qıza aid olan Tələt Əyyubovun Dağlar Qızı Reyhan şeirinə mahnı bəstələyir. 1960-cı ildə Rəşid Behbudov ilk dəfə üçün bu mahnını ifa edir. Bu mahnı Zeynəb Xanlarvanın ifası ilə daha da parlayır. 1969-cu ildə Türkiyədə Reyhan Dağlar Qızı filmi çəkilir. Bu filmdə Dağlar Qızı Reyhan mahnısı da oxunur.